gücümdən intelligent olur, professor. Açıq zat gözündə beləsinə interesli professor. Buyurun müəllim. Məsələn, kəndə bunun rayonu elə bir toya çağırırlar. Neyse gəlir maşını yolda xarab Mənə olur. bax. Yolda maşını xarab olur. Yoldan maşınlar zatlar hamısı əl eləyir beləsinə saxlamaq istəyir. Ha, əl eləyir, əl. Mənə baxır, mənə tutdu xəstəliyi. Əl eləyir beləsinə hamıya ki, əl eləyir belə daha kömək eləyin kömək. Hamı gəlir baba siqnal eləyir böyründən belə keçir. Göcəyə qalır da heç kim sağlayıb kömək eləmir buna. Neyse Perskom gəlir görə bir dənə kəndə çıxıb. İtlər çaqqallar zatlar uluyurlar eləyir deyirlər sənə gecə ilə mənim çaqqallar gələcək. Gəlir baxır görür ki bir dənə qapı var. Neyse qapını belə döyür. Ay ev yiyəsi. Ay ev yiyəsi çağırır belə görür içəridən qadın səsi gəlir. Bəli kimdir? Qayıdır qapının dalından deyir ki, ay anam, ay bacı, bəs mən professoram, qonşu kəndə toya gedirdim, maşınım xarab oldu, bəs gecələməyə yerim yoxdur, zat ora bura, olar mı gəlim sizin evinizdə gecəliyim? Nəsə, xanım gəlir qapını belə açır, deyir ki, bəs mənim ərim də yoxdur, mən neçə aydır dul xanımam, bəs mən səndən qorxuram, girərsən evdə, mən tək qadınam, gələrsən, qayıdır ki, açqın belə düzəldir gözündə. Yox, nə danışırsınız siz? Mən intelligent adamam, professoram, nə bilim, Elmlər Akademiyasında, nə bilim, falan şeylərim zadım. Mənim sizdən heç bir işim yoxdur. Mən eləcə gecələyib yatıb, səhər durub gedəcəm kəndə toyma. Nəsə, xanım bunu buraxır evinə. Nəsə, gecəni yatırlar, səhər duranda bu durur, ərzini zadın yiyur. Həyətə belə çıxanda baxır, görür ki, xanım toyuqlara dəm verir. Toyuqlara belə baxır, görür ki, bir 5-6 dənə toyuqdur. Elə bir 5 dənə də xoruzdur. Başa düşdün? Qayıdır xanıma deyir ki, ay xanım, bəs sizin cəmi 5 dənə toyuğunuz var, 5 dənə də xoruz saxlayırsınız da həyətdə. Bu elə bir dənə xoruzu saxladınız, elə bəs edir də bu 5 dənə toyuğa. Bu 5-ini neyinirsiniz xoruzu saxlayıb? Qayıdır deyir ki, vayını oturum elə sən. Bu 5 dənə xoruzdan 4'ü sən kimi intelligentdir. Biri işe yarıyor. Önce